RFM 6-cı sinif riyaziyyatın davamına baxaq. Deyir ki, aşağıdakı kartın ön və arxa üzərində yazılan iki rəqəmli natural ədədlər bir-birlə qarşılıqlı sadədir. Biri 66-dır, biri A7-dir. Bunlar qarşılıqlı sadədir. A 1 ola bilər, 2 ola bilməz. Niyə? Ortaq 3 var. 3 ola bilər, 4 ola bilər, 5 ola bilməz. Ortaq 3 var. 6 ola bilər, 7 ola bilməz, ortaq 11 var, 8 ola bilməz, ortaq 3 var, 9 ola bilər. Bunların da cəmi 23-dür, yəni B variantı 18-dədir. 19-a baxaq. Deyir, bir taxta bərabər uzunluqda 6 hissəyə ayrılır. Əgər hissələrin uzunluqları 5 cm qısa olsaydı, 8 hissəyə ayrılacaqdı. Uzunluğu neçədir taxtanın? İndi x desək, hər birisi taxtanın uzunluğu 6x olar. Deyir ki, 8 hissəyə ayrılır, əgər x 5 cm kiçilsə. Yəni, vuraq 8. 8x çıxaq 40, 6x-dir. 2x 40-dırsa, x 20 cm-dir. X 20 cm-dir, taxtanın uzunluğu da 6x-dir. Deməli, 120-dir. Yəni, B variantı. 20-yə baxaq. 20-də deyir ki, aşağıdakı şəkildə xanaların hər birinə müxtəlif natural ədədlər yazılır və sətirlər, sütunlar və diaqonallar üzrə cəmlər eyni olur. Deyir, xanalara yazıla biləcəyən böyük ədəd neçə olar? Burada şagird doğru yazıbdır. Yəni, ən böyük ədəd 10 çıxır. Ən çox 18 ola bilir, belə baxdıqda cəm. Və ən böyük ədəd də 10 ola bilir, A variantı. 21-ə baxaq. Deyir, İsmail eyni altı bucaqları şəkildəki kimi yan-yana düzür və içlərinə birdən 300-ə qədər natural ədədləri yazır. Deyir, ortaq kənarlarına sonra çəhrayı nöqtə qoyur. İsmail cəmi neçə çəhrayı nöqtə qoymuş olar. Bunları 3-3 ayırıb baxacam mən. İlk öncə 300 nöqtəni qoyur. İndi sonra ortaqlara da qoyacaqdır. İndi ortaqları da necə qoya bilər? 3-3 ayırdım, 100 dənədir. Yəni 100 dənə belə bir fiqur var. 100 dənəsinə də 100 çıxaq 1 sayda. Yəni 99 ara vardır. İndi bunların da ortaq 2 dənə olur. Yəni 2 dənə 99 cütün hər birinə 2 nöqtə qoyur. 99 da 2-yə vururuq, 198 eləyir. 300-lə də 198-i toplamalıyıq. Yəni 498. C variantı. Baxaq 22-yə. Deyir ki, x, y, z natural ədədlərdir. 3x 2y-ə bərabərdir. 4x 5z-ə bərabərdir. Z də 25-dən kiçik olduğuna görə x-in ala biləcəyi müxtəlif qiymətlərin cəmi. İndi burada x-in qarşısında 2 durur, burada 5 durur. İndi x birində 2k-dır, birində 5k-dır. Yəni x 10k deyirik. İndi y-i də 5-ə vururam, çünki x 5-ə vurdum. Deməli 15k da budur. İndi burada 10 olması üçün 2-yə vurmaq lazımdır. Z də 8k-dır. İndi 8k 25-dən kiçikdir. Deməli k 3 tam neçədənsə kiçikdir. Yəni k ya 1-dir, ya 2-dir. Çünki naturaldan söhbət gedir. İndi k 1 olsa x 10 olacaq, 2 olsa 20 olacaq. 10 ilə 20-nin cəmi də 30. Baxıram 23-ə. Deyir, bu ədədlərlə düz mütənasibdir. Bu bərabərliyi verib B ilə C-nin cəmi. A 3k-dır. B çıxaq 1, 5k-dırsa B 5k plus 1-dir. C də 7k minus 1-dir. Bunları yerinə qoyuram. 3 vurulsun 3k. 9k çıxılsın 2 vurulsun 5k plus 1. Üzərinə gələk 7k minus 1. Bunların cəmi 21-dir. 9k çıxaq 10k çıxaq 2. Üzərinə gələk 7k çıxaq 1, 21-dir. İndi burada 6k 24 eləyir. K da 4-dür. K 4-dür. B ilə C-nin cəmi burada birlər gedir. 12k-dır. 12 ilə 4-ə vursaq 48. D variantı. Deyir ki, bu ədədlərdən istifadə edilərək müxtəlif A, B, C, D, Y ədədlər yazılır. A ilə B ilə D ilə Y-nin cəmi bərabərdir. Neçə belə A, B, C, D, Y ədədi vardır. İndi burada hansı cəmlər ola bilər? 2 ilə 4-ün cəmi 6 ilə 0-ın cəminə bərabərdir. Bu ola bilər. 2 ilə 6-nın cəmi 8 ilə 0-ın cəminə bərabərdir. Bu ola bilər. Bir də hansı olar? 4 ilə 6-nın cəmi 2 ilə 8-in. Bu hallara baxırıq. Birinci halda təbii ki, bunların yer dəyişmələri də var. 24, 60, 24, 0, 6 ola bilər. Sonra 26 ilə başda, yox 26 yox.
Deməli, sonra nə ola bilər? 42 ilə ola bilər. 42 60, 42 06. Bir də 60 42 60 42 60 24. Baxın, bunlar ola bilər. 6 ədəd. Baxın, bu halda da 6-dır, bu halda da. Çünki biri 0-dır deyə burada 6 hal olur. Amma gəlin buna baxaq. 46 28, 46 82. Sonra nə ola bilər? Deməli, buna baxdıq. Sonra 64 28, 64 82. Sonra 82-ni qabağa gətirəm. 82 64 82 46. Bir dəfə də 28 ilə başlaya bilər. Yəni bu hallar mümkündür burada. 3 6 8 halda burada. 6 hal, birində də 8 hal. 6 6 12 üzərinə də 8 gəlirik. 12 üzərinə də 8 gəlirik. 20 hal mümkündür. Yəni burada 20-dir cavab. C variantı. 25-ci sualın həllini yazmışam. Bir dəqiqə. Baxaq birlikdə burada. Baxın, burada deyir ki, bərabər məsafədədirlər. Deməli, hansısa 2 nöqtəni götürsən, fərqlərini tapsan, bərabər olmalıdır. Məsələn, mən AB ilə A-nın fərqini götürmüşəm. A ilə -1-in fərqinə bərabər. Buradan bunu almışam ki, AB ilə 2A-nın fərqi 1-dir. Sonra buna baxmışam. 6 çıxaq AB, AB çıxaq A-dır. Buna əsasən də bunu tapmışam. Sonra bunu da tapmışdım, düzdürmü? Burada hər tərəf 2-yə vura bilərəm. 2AB 4A plus 2-dir. 4A plus 2 də 6 plus A-ya bərabər olmalıdır. Buna əsasən 3A4-dür. A 4 bölü 3-dür. İndi A 4 bölü 3-dürsə, bunu da gətirib yerinə qoymuşam burada. 4 bölü 3 B çıxaq 3 bölü 8. 1-də 3-də 3 kimi yazmışam. 3-də 4 B, 3-də 11-dirsə, B-də 11 bölü 4. Yəni D variantı çıxır. Bu da bu sualların izahı idi. Keçid balı məncə 65, 60 plus mütləq olacaqdır. Çünki asan suallar çox var.